Və həmçinin gözəl gün var, Aşura. Aşura deyəndə Musa əleyhissalam bizə yadımıza düşür. Əgər bugün bir vəhabiyə desən ki, Səma Hüseyn əleyhissalamı ağlayıb və Hüseynin şəhadətinə görə aləmdə dəyişikliklər baş verib, deyəcək ki, bu nə yalandır, Səma necə Hüseyni ağlaya bilər? Bu ola bilməz, uydurmadır, ifrat, xurafatdır. Gəlin birlikdə baxaq görək Hüseynin şəhid olduğu gün aləm necə dəyişib. Məcmu-z Zəvaid və Mənbəul Favaid, Əl-Heysəmi, 9-cu cild, səhifə 316. Hüseyn İbn Əli öldürülündə günəş elə tutuldu ki, gündüz yarısı ulduzlar göründü. Hətta elə bildik ki, odur, yəni qiyamət. Təbərani bunu rəvayət edib. Özü də sənədi həsəndir. Hüseynin şəhid olduğu gün günəş tutuldu. Hətta elə bildilər ki, bu qiyamətdir. Hətta bundan da çox. İzləyin, səhifə 315. Zöhrü rəvayət edir ki, Əbdülməlik mənə dedi: Ay insan, Hüseyn İbn Əli öldürüldüyü gün hansı əlamətlər baş verdi? Dedim, Qüdsdə hansı daş qaldırıldısa, altından təzə təmiz qan olduğu görüldü. Təbərani bunu rəvayət edib. Raviləri də etibarlıdır. Başqa hədis. Hüseyn İbn Əlinin öldürüldüyü gün Şamda hansı daş qaldırıldısa, altından qandan başqa heç nə tapılmadı. Təbərani bunu rəvayət edib. Raviləri də səhihdir. Hansı daş qaldırıldısa, altından təzə qandan başqa heç nə tapılmadı. Təzə qan, xalis təmiz qandı. Həzrəti Hüseynin şəhid olduğu gün bu qan hardan gəldi? Bir nəfər gəlib bütün qanı Şamın bölgələrinə tökdü. Yoxsa səma və yer Hüseynin şəhid olduğu gün qan ağladı. Vəhhabi eşidəndə ki, səma Hüseyni ağlayıb az qala partlasın. Və deyir ki, ola bilməz, bu ifrata varmaqdır, uydurmadır, səmanın ağlaması mümkün deyil, şiyələrin yaratdığı xurafatdır. Yaxşı, bu yeri izləyin. فَمَا بَكَتْ عَلَيْهِمُ السَّمَاءُ وَالْأَرْضُ وَمَا كَانُوا مُنظَرِينَ يقول إن السماوات والأرض ومن فيها تفرح بموت الكافر والعاصي الفاجر ومفهوم هذا أنها تبكي على موت المؤمن الصالح يبكي عليه. Allahu Əkbər, səma və yer mömin şəxsi ağlayır. Amma Hüseynə gəlincə, yox, xurafatdır, yalan, şişirdmə, səma Hüseynə necə ağlaya bilər? Bu şiyələrin yalanıdır. وَلِهَذَا قال النبي صلى الله عليه وسلم اهتز عرش الرحمن لموت سعد بن معاذ. الله أكبر. رأيتم كرامة المؤمن عند الله؟ اهتز عرش الرحمن لموت سعد بن معاذ. Allahu Əkbər, Rəhmanın ərşi Səd İbni Muazın ölümü üçün silkələnib. Əgər bir şiyə desə ki, Rəhmanın ərşi Hüseynin ölümü üçün silkələnib, onu kafir hesab edərdilər. Şirklə, ifrata varmaqla, yalanla onu ittiham edərdilər. Sizi and verirəm Allaha. Əgər Rəhmanın Allahın ərşi Səd İbni Muazın ölümü üçün silkələnibsə, bəs cənnət cavanlarının ağası Hüseyn əleyhissalam şəhid olanda Rəhmanın ərşinə nə oldu? Allah Rəsulü sallallahu aleyhi və alihi və səlləm buyurub, Hüseyn məndəndir, mən də Hüseynnənəm. Hüseynin yanında Səd İbni Muaz kimdir? Əgər Hüseynin ölümü adi bir hal olubsa, niyə bütün aləmdə dəyişikliklər baş verdi? Təkcə bu deyil, hətta Vəhhabiyə desən ki, cinlər Hüseynə göz yaşı tökür, deyəcək ki, küfr, şişirtmə, yalan. Bu hədisə baxın. Əl-Bidayə və Nihayə, İbn Kəsir, səhifə 171. İmam Əhməd dedi ki, Ümmü Sələmənin belə dediyini eşitdim. Cinlərin Hüseynə ağladığını eşitdim və cinlərin Hüseynə göz yaşı tökdüyünü eşitdim. Hüseyn İbn İdris, o da Haşim İbn Haşimdən, o da anasından Ümmü Sələmənin belə dediyini nəql edir. Eşitdim ki, cinlər Hüseynə göz yaşı tökür və deyirlər, sonra cinlərin dediyi şeiri zikredir. Haşiyədə deyir, Təbərani bunu Əl-Kəbirdə nəql edib. Heysəmi də Məcmu-z Zəvaiddə deyib ki, Təbərani bunu rəvayət edib, raviləri də səhihdir. Əhl-Sünnə alimi Əl-Hafiz Nureddin Əl-Heysəminin Məcmu-əz-Zəvaid və Mənbə-əl-Fəvaid kitabı. Türk çapı ilə 15-ci cild, səhifə 340, hədis 15179. Ümmü Sələmə rəvayət edir. Cinlərin Hüseyn İbn Əlinin ölümünə ağladığını eşitdi. Əl-Heysəmi hədisin sənədi barədə belə yazır. Təbərani rəvayət etmişdir, raviləri səhih ravilərdir. 15180 nömrəli hədis. Meymunə rəvayət edir. Cinlərin Hüseyn İbn Əlinin ölümünə ağladığını eşitdi. Əl-Heysəmi hədisin sənədi barədə belə yazır. Təbərani rəvayət etmişdir, raviləri səhih ravilərdir. Ümmü Sələmə deyir ki, eşitdim ki, cinlər Hüseynə göz yaşı tökür. Vəhhabi deyəcək ki, ola bilməz. Bu yalandır, şişirmədir. Bu yeri izləyin.
من عائشة تقول والله إن الحشرة في جحرها لحزنت على موت عمر. Maşallah. Amma əgər onlara desən ki, cinlər, yer, göy Hüseyni ağlayır, inanmırlar. Yəni elə bilin ki, cinlər, yer, göy də Hüseyni ağlayır, siz də Hüseynin şəhid olduğu gün sevinirsiniz. Budur sevgi. لتريد أن تجعل الاحتفال بدلا من أنه عيد أو فرحة نفرح بها بمناسبة 9 و10 من المحرم، جعلوها مأتما لاستشهاد سيدنا الحسين رضي الله تعالى عنه وارضاه. Ona görə Məhərrəm, Səfər, yüngüldür, toy da eləmək olar, hər şey. Ayda elhamdülillah, aşırı günü də. Düz də olub bəzi hadisələr. Hüseyin radiyallahu anhun qətli. İmam Gazali davam eləyəndə deyir ki, hətta ona rəhmət oxumaq olar. Hətta deyir ki, müstəhəbdir. Ona görə bu cəhətdən kim rəhmət oxusa yezdə tutaq ki, burada bir şey yoxdur. Baxmayaraq müxaliflər müəyyən səviyyələrə görə istəmirlər onu. Bizim müxalifizə də baxmırıq biz. Biz baxırıq əqidəmizə, qaydalara, o qaydalarla gedirik. Bu adamlar çıxıb danışdıqca özlərini biabır edirlər, özlərini güldürürlər, nə vəziyyətə qoyurlar.